Herkese salam. Bugünkü dərsimiz Passive Case of Nouns, yəni ismin yelik halıdır. İsmin yelik halı iki cür düzəlir, yəni cansız isimlər və canlı isimlərlə. Cansız isimlərdə ofla düzəlir, gördüyümüz kimi ofla düzəlir. Məsələn, the door of the room. Otağın qapısı deməkdir. Yəni iki isim də cansız olduğuna görə ofdan istifadə olundu. Canlı isimlərdə isə bu fərqlidir. Canlı isimlərdə təkdə apostrof s, cəmdə isə təkcə apostrofdan istifadə edirik. Məsələn, a boy, boy təkdə olduğuna görə apostrof s-ni yazır, olur a boy's car, yəni oğlanın maşını. Lakin cəmdə isə boy sözünün özü verilib cəmdə, bir dənə apostrof işarəsi yazılır orada və car olur oğlanların maşını. Bir yadımızı saxlayaq. Ümumiyyətlə, baxın, burada da yazıldığı kimi. Kökdən dəyişənlərdir, təki və cəmi eyni qalan isimlərdir. Onlarda hər zaman apostrof s yazılır. Yəni, ay cəmdədir, ay təkdədir, fərqi yoxdur. Əgər bu şey kökdən dəyişəndirsə və təki və cəmi eyni qalan isimlər kateqoriyasına daxildirsə, mütləq şəkildə onlarda ismin yelik halını düzəltmək istəyiriksə, biz apostrof s yazmalıyıq. Məsələn, the woman's clothes. Görürsünüz, woman-da da eyni şey yazıb. Woman-da da eyni şey yazıb, ship-də də. Yəni, baxın, belə bir şeylər olmaz. Əgər həmin bu apostrof s olsun, fərq yoxdur, apostrof olsun. Bunlardan sonra isim gəlirsə birbaşa, sifət sonra isim gəlirsə, say sonra isim gəlirsə və gerund gəlirsə, bu zaman yelik hal hesab olunur. Yəni, biz başqa bir nitq hissəsi saxlaya bilmərik, həmin apostrof s və yaxud ki, apostrofdan sonra. Yəni, mütləq şəkildə orada isim olmalıdır və yaxud ki, gerund olmalıdır. Hansı ki, ing ilə düzələn var idi, bu qaydadır. İnşallah ki, o qaydaya da gedəcəyik, baxacağıq. Yəni, baxın, əvəzlikdir, sifətdir, artikeldir, baxın, burada hamısı yazılıb. Yəni, bunlar yelik hal deyil. Baxın, bunlar yelik hal deyil. Biz bunları testi yelik hal olaraq götürməməliyik. Nəticə olaraq da belə nəticəyə gəlirik ki, yelik hal üçün mütləq şəkildə apostrof s ismə qoşulmalıdır və apostrof s-dən sonra isim gəlməlidir, mütləq. Daha sonra tək varlıqlarımız vardır ki, hansı ki, the sun, moon, world, məsəl üçün, günəşdir, günəşdən bir dənə tanıyırıq günəşdir. Sonra moon, aydır, dünyadır. Bunlar hər biri tək olduğuna görə biz götürüb s-i içəridə yazıb apostrofu çöldə yaza bilmərik. Bu düzgün olmaz. Ona görə təkcə apostrof s gətirməliyik. Eyni ilə də, baxın, today, tomorrow, yesterday, yəni bunlardan da hamısından bir dənədir. Yəni, bugündən bir dənədir, sabahdan bir dənədir, dünəndən bir dənə idi. Ona görə biz apostrof s gətirməliyik. Daha sonra qoşa s. Bunlarla bitənlərə biz apostrof s yazmalıyıq. Bu qayda isə ancaq soyadlara aiddir. Yəni, biz başqa bir sözün qarşısında bunları işlədə bilmərik. Bu necə olur? Əgər soyadın qarşısında d artiklı varsa, onda həmin biz birinci s yazmalıyıq, sonra apostrof yazmalıyıq. Məsələn, yazıram d Rızayevs. Baxın, s-ni içəridə yazdım, sonra apostrofu qoydum. Yox, əgər Mr. və yaxud ki, Mrs. bunlardan istifadə olunarsa, o zaman s çöldə olur, apostrof içəridə. Məsələn, belə. Ümid edirəm ki, anladınız. Daha sonra, əgər sözlərin qarşısında daha sonra one, this, that bunlar olarsa, yəni təbii ki, daha bilirik ki, apostrof s yazılmalıdır. Çünki cəmdə deyil ki, biz s-i içəridə yazaq.
Ancaq rəqəmlərdir, manydir, a fewdur, these, those, several və bunlar olarsa, bu zaman artıq cəm eləməliyik deyə S içəridə olmalıdır, apostrofu sonra yazmalıyıq. Baxın, nümunələrdən də burada yazılıb. Lakin bu nümunələrdə nəyi göstərir? Məsəl üçün, hansı ki, bu mən demişdim ki, təki və cəmi eyni qalanlardır, kökdən dəyişənlərdir. Bu qayda, dediyim qayda, həmin bunlara daxil deyil. Məsələn, Zeus'u gətirib, mən demişəm ki, Zeus'dan sonra apostrof S olmaz da, S apostrof olmalıdır. Lakin buradakı söz əgər kökdən dəyişəndirsə, biz artıq buradakı sözə uyğun olaraq edirik. Məsəl üçün, mən götürüb mens yaza bilmərəm. Olmaz, bu düzgün deyil. Onu izah eləməyə çalışır burada. Daha sonra isimin ortaq olan və ortaq olmayan hissəsinə gələk. Deməli, burada nəyə diqqət yetirməliyik? Əgər isim ortaq olanda, yəni tək olanda, məsələn, baxın yazıb, Kate and Ted's mother. Bu nədir? Kate'in və Ted'in bir dənə anası var. Yəni, bu ola bilər, ortaq ola bilər. Bu isim də ortaq olub deyə, sonuncu şəxs kimdirsə, ona apostrof S yazılır və həmin isim isə tək də olur. Lakin isim ortaq olmayanda, onda artıq cəm olur. Neynir? Məsələn, Kate-ə ayrı yazır. Orada yəni nə qədər şəxs varsa, onlara ayrı-ayrılıqda apostrof S artırılır. Məsələn, Kate's, daha sonra and Ted's mothers. Yəni, burada artıq Kate'in ayrı anası var, Ted'in ayrı anası var. Ona görə cəm eləyib. Bir də ki, belə yadınıza saxlayın ki, heç vaxt bədən üzvləri eyni ola bilmir. Ortaq istifadə oluna bilmir, işlənə bilmir. Bir dənə də belə bir istisnamız var ki, çox uşaq çaşır, məsələn, heyə sözünü cəm eləyir. Heyə sözü saçlı və saç sayılmır. Həmişə də təkdə qalır. Biz məsəl üçün götürüb bura bir dənə S artıra bilmərik. Düzdür, ayrı-ayrılıqda işlənir. Okey, mən sizlə razı. Lakin heyə sözü cəmlənmir deyənə belə yazıla bilər. Yəni, biz onlara da diqqət yetirməliyik. Daha sonra cümlənin sonunda bəzən belə bir şeylərlə də rast gəlinir. Testdə də görəcəksiniz. At my uncle's, yəni mən əmim gildəyəm və yaxud ki, dayım gildəyəm. At Kate's və yaxud ki, Kate gildəyəm. At the baker's, yəni bunların hər biri yeri kal sayılır. Yəni cümlənin sonunda belə bir şey görsəz, yəni mütləq şəkildə götürməlisiniz. İndi isə gəlin biraz test işləyək. Deməli belə, birincidə bizdən yenə də düzgün variantı tapmağımızı istəyir. Gəlin tapaq. Baxın, bir də səhvdir. Nəyə görə səhvdir? Woman sözü kökdən dəyişəndir. Kökdən dəyişənlərdə də biz dedik ki, apostrof sonra S olmalıdır. Lakin burada S yazıb, sonra apostrof qoyub. Ona görə bir səhvdir, bir çıxdı. A çıxdı, Y çıxdı. Daha sonra baxın, 3-də dir yazıb, dirs yazıb. Baxın, bu da səhvdir. Çünki təki və cəmi eyni qalan isimlərdə biz apostrof S yazmalıyıq. Baxın, bir də təkrar edirəm. Tək və cəm kökdən dəyişən isimlərdə mütləq şəkildə S çöldə olmalıdır. Yəni, apostrof S yazılmalıdır. S apostrof yazmaq olmaz. Ona görə baxın, 3-də çıxdı cavablardan, D çıxdı, B çıxdı. Cavabımız düzdür, artıq bəllidir, C variantıdır. Lakin baxaq yenə də. Baxın, shipdən sonra apostrof S-ni yazıb, düz yazıb. Daha sonra 4-də baxın, Smith soyad gedir də. Soyad olduğuna görə, baxın, Z artiklını yazıb qarşısında. Z olduğuna görə təkcə belə deməyək də, S-i keçirdib içəri, daha sonra apostrof yazıb, düz yazıb. 5-də isə baxın, sonu menlə qutarıb deyə, apostrof S-ni yazıb, bəli, düz yazıb. Ona görə cavabımız 2, 4 və 5-dir. Keçdik ikinci sualımıza. İkinci sualımızda yenə də bizdən düzgün variantı istəyir. Baxın, bir səhvdir. Nəyə görə? Oxen nədir? Kökdən dəyişən isimlər kateqoriyasına daxildir deyə biz oxen apostrof S yazmalıydıq. Artıq amma burada səhv yazıb. Ona görə 1 çıxdı, D çıxdı, Y çıxdı, C çıxdı. Daha sonra
Baxırıq 5. Baxın 5-də səhv yazıb. Yenə də men var. Baxın kökdən dəyişən isim var orada və içəri salıb s-i. Bu düzgün deyil. Apostrof s olmalıydı. Ona görə 5-də çıxdı variantlarımızdan. A çıxdı. Yenə də cavabımız bəllidir. B variantıdır. Yəni yenə də baxaq. Baxın parents. Normal olaraq yəni cəm isim verib cəmə görə də apostrofunu yazıb. Təkcə 2 düzdür. Sonra 3-də baxın giz. Qazlar deməkdir. Kökdən dəyişən isimlərə daxildir. Ona görə də apostrof s-ni yazıb, düz yazıb. Daha sonra 4-də isə children yenə də n-lə düzələn şəkilçilər, yəni o şəkilçi ilə düzələn, yəni kökdən dəyişənə daxildir deyə apostrof s-ni yazıb, düz yazıb. Daha sonra 3-ə keçdik. 3-də isə gəlin baxaq. Bir səhvdir. Niyə? Çünki child sonra olur children. Kökdən dəyişir. Kökdən dəyişənlərə də bir də izah edirəm. Apostrof s yazmalıyıq. Lakin burada s-i içəri yazıb. Daha sonra apostrofunu yazıb. Ona görə 1 çıxdı. 1 səhvdir. D çıxdı. B çıxdı. C çıxdı. Daha sonra gəlir 2-də. 2-də mən yazıb. Okey. Mənə görə də apostrof s-ni yazıb. Düzdür. Götürə bilərik. Daha sonra 3-də yenə də mice kökdən dəyişəndə apostrof s-ni yazıb, düz yazıb. 2, 3-ü götürə bilərik. Lakin 4 səhvdir. Brown orada soyad mənasındadır. Soyadın qarşısında da D artiklı olarsa, onda s içəridə olub, apostrof çöldə olmalıydı. Lakin burada səhv yazıb. Apostrof s yazıb. S içəridə olmalıydı. Ona görə 4-də çıxdı variantlarımızdan. Cavabımız qalır Y variantı. 5-ə də baxaq. Bəli, D writers adi yazıb. Bəli, writer sözü təkdədir. Tək olduğuna görə apostrof s-ni yazıb. Düzgündür. Daha sonra keçdik 4-cü suala. 4-cü sualda isə 4-cü sualda yenə də bizdən düzgün variant tapmağımızı istəyir. Baxın, bir düzdür. Nəyə görə? Çünki two 2-dir, rəqəmdir. Cəmdə olduğuna görə s-i içəridə yazıb, düz yazıb. 1-i götürürük. Lakin 2 səhvdir. Smith orada soyaddır. D artiklı var. Artikl olduğuna görə s içəridə olmalıydı. Lakin bu çöldə yazıb. Ona görə 2 çıxdı. Variantlardan 2 çıxdı. Daha sonra 3 də səhvdir. Nəyə görə? Çünki baxın, Mr-dir, Mrs-dir. Əgər bunlar soyadın qarşısında varsa, S çöldə olmalıdır, içəridə yox. İçəridə olmamalıdır. Ona görə 3-də çıxdı variantlarımızdan. Daha sonra 4-ü götürürük. 4 düzgündür. E artiklı var. Artikl olduğuna görə də apostrof s-ni yazıb. Lakin 5 səhvdir. 3 orada 3 deməkdir, rəqəmdir. Rəqəm olduğuna görə gərək weeks yazmalıydı, yəni cəmdə eləməliydi, sonra apostrof yazmalıydı. Yəni s içəridə olmalıydı. S amma içəridə deyil, çöldədir. Ona görə də 5də variantlardan çıxır. Cavabımız qalır B variantı. Ümid edirəm ki, bugünkü dərsimiz də sizə maraqlı oldu, aydın oldu. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Görüşərik.